Azarlarımızda Azərbaycan malı, onların bazarında isə erməni malı peyda olacaq. Əvvəllər olduğu kimi ermənilərlə Azərbaycanlılar yan-yana yaşayacaq, bununla barışacaqlar. Yeni Sabah az məlumat verir ki, bu haqda Ermənistan parlamentinin spikeri Alen Simonyan mayın 29-unda öz Telegram kanalında yazıb. Başa düşürəm ki, Azərbaycanlılar ermənilərin nə vaxtsa Bakıya qayıdıb yaşamaq məcburiyyətində qalması ilə bağlı sözlərimi ağır qəbul ediblər. Ancaq qəribədir ki, bunu Qarabağdan qaçan bəzi keçmiş məmurlar bir avtobus tərəfdarı ilə zibillik pişikləri, məşhur Facibok fahişələri və Köçəryan Serzo parkında qalan heyvanları da edir. Sülh bağlanandan sonra nə Türkiyə ilə, nə də Azərbaycanla ticarət etməməliyik. Bəlkə öz tərəfimizdən də sərhədləri bağlayaq. Minlərlə erməni Gürcüstanda, Rusiyada və başqa ölkələrdə ticarətlə məşğul olub və bunu indi də edir. Son hadisələr vaxtı Qarabağda çoxları həm konyak, həm də su elektrik stansiyaları satıb. Yoxsa sizcə Ermənistan ərazisindən nə nəqliyyat, nə yük, nə qaz, nə də elektrik enerjisi keçməməsi üçün bizi blokadaya salmaq lazım idi? Siz ya çox cahilsiniz, ya zəifliyinizdən koru olub, ya da sadəcə olaraq düşmənin agentlərsiniz. Məncə, hamısı birlikdə siz artıq bizdə heç nəyə qərar vermirsiniz və heç nəyə qərar verməyəcəksiniz. Ermənistan və Azərbaycan sülh şəraitində yaşayacaq, bir-biri ilə ticarət aparacaqlar. Müharibə olmayacaq, sülh olacaq, Simonyan yazıb.